Əxi, aləmlərin Rəbbinə and olsun əxi. Yəni sən bu mənim yaşadığım hissləri yaşamalısan da. Hələ heç eləməmişik. Gəlirəm bir dənə şeydir, baxıb qayıdacam. Əxi, vallahi bunu yaşamalısan. Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs ediliblər. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları 2000-ci il təvəllüdlü Abuzər Əl-Mühacir dini ləqəbli Quliyev İlqar İlhamoğlu, 2005-ci il təvəllüdlü Abdurrəşid dini ləqəbli Piriyev Amin Elşadoğlu və 2005-ci il təvəllüdlü Abdurrəhman Əl-Azəri dini ləqəbli Əlizadə Elvin Sənanoğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Adı çəkilən şəxslər IŞİD terror təşkilatının Vilayət-i Xorasan silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib, səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. İstər terror təşkilatları olsun, istər IŞİD, mən Elvin Amin adından dostumla görüşüb bu məsələ haqqında düşünmüşəm. Yəni biz icraat eləmək istəmişik. Bizim əsas məqsədimiz səfirlikdə maşınlarından qarşı, yəni minməmiş də belə deyək, nəsə eləyək orada. Bu işdə mənə kömək eləyən Elvindən Amin. 2005-ci ilin sentyabr aylarında məndə bir maraq yaranmağa başladı. Bununla bağlı yəni öz bir simpatiya yarandı bu işə qarşı məndə. Mən nəsə şeyin izinə düşdüm. Bu dini radikal qrupların izinə düşdüm ki, mən bunları araşdırım. Yəni görüm bunlar kimdirlər, məqsədləri nədir, nəçidirlər. Mən bir dənə Instagramda xilafətin asıllarında bir dənə səhifə açdım ki, yəni ona insanları özümə cəlb edeyim. Yəni o əqidədə olan insanları özümə cəlb edeyim. Onlar 2025-ci il oktyabr ayının əvvəllərində mənə yazılar. Mənə yazılar ki, yəni belə sən də görürəm bizim əqidədənsən, səninlə tanış olmaq istəyirik. Mən də onu qəbul elədim. Elvin gəldi, Gəncədən bura gələndə bilmədi ki, bunun üçün gəlmişəm. Statistika komitəsinin yanında. Burada gözləyirdik, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları bizi saxladı. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir. Kamil Eldaroğlu, ASTV Xəbər.